Salam dəyərli abituriyentlər, xoş gördük sizləri. Deməli, OTK-nın 10 may tarixində keçirilmiş sınavının suallarının izahına baxacağıq. Başlayaq birinci sualımızdan. Deməli, Sabir, Nicat, Solmaz, Vaqif və Aygün həkim, müəllim, mühəndis, sürücü və mühasib peşələrində birinə sahibdir. Ümumiyyətlə, bu tip suallardan xoşum gəlmir həmişə, amma müəllim, mühəndis, mühasib, yəni bu baş hərfləri eyni qoymaq nə məqsəd daşıyır, hələ də mənə bu çatmayıb da. Başqa bir peşə tapılmırmı, nə bilim, nəysə. Sabir, Nicat, Solmaz, ondan sonra Vaqif, Aygün. Ondan sonra bunlar nə işləyirlər? Həkim, müəllim, sonra mühəndis, sürücü və bir də mühasib. Belə yazaq. Deməli, Sabir mühasib və ya mühəndisdir. Sabir mühasib və ya mühasib, gözüm qarışdırır. Mühasib və ya mühəndisdirsə, deməli sürücü, müəllim və həkim deyil. Solmaz müəllim deyil. Solmazı müəllimə minus qoyduq. Həkim qadın deyil. Deməli, həkim hardadır? Həkim deməli, Solmaz ola bilməz. Aygün də ola bilməz. Mühəndis və sürücü kişidir. Mühəndis və sürücü də kişidirsə, deməli, qadın da ola bilməz. Mühəndis. Bir də hansını demişdi? Sürücü də qadın ola bilməz. Onda avtomatik burada bizdə Solmazı qaldı. Mühasib. Digərlərini minus deyək. Rahat imiş. Aygünə qaldı müəllim. Sonra bunu da minusda saz. Yuxarıdan deməli Sabirə qaldı mühəndis. Buranı da minusda saz. Digərləri çıxmır. Onsuz da bizdən Aygün istəyirdi. Aygün də olacaq nə müəllim. Hər hansı yolun, rayonun yollarının sxemi qraf şəklində, bu yolların uzunluğu isə cədvəldə verilmişdir. Qraf və cədvəl bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi qrafdakı hərf işarələri əlaqəli deyil. A məntəqəsindən C məntəqəsinə, D məntəqəsindən G məntəqəsinə qədər yolların uzunluqları cəmini müəyyən edin. Tillərin uzunluqları cəmi olsa daha yaxşı olar. İndi baxaq da. Deməli, buradan biz nəyə çıxardaq? Y-ni canı tapaq. Y bizdə hara uyğundur? Y deməli eləsinə bir iki tillidir ki, qolların ikisi də iki tilliyə bitişibdir. Başqa çünki bu iki tillərlə yola çıxa bilməyəcəm. Amma bunun fərqliliyi var da, bunu görə bilərəm. Deməli, iki tilllər buradır. Bunun özü hansıyla birləşir? Bunun özü məsəl üçün 3-dür, burası 2-dir. Bu lazım deyil. Onda bu lazım deyil. Buna baxsan. 3-dür, burası da 3-dür. Deməli, 7-yə nə getdi ya? 7-yə getdi ya. Ondan sonra nəyi çıxardaq? Deməli, C elə 3 tillidir ki, tilin hamısı 3-ə birləşir. Görürsünüz, kənarların hamısı, tillərin hamısı 3-ə birləşir. Elə bir 3 tilli tapaq. Məsələn, buna baxsan, 3-dür, burası 3-dür, burası da 3-dür. 5-ə gedəcək nə? C. Deməli, 5 oldu nə? C. Ondan sonra, bunu biraz şəkli böyütsəydik daha yaxşı olardı. C-yə görə. Bizdə nələr istəyirdi? AC, DC. AC, D ilə C-ni bura yazım. Sonra bir də yuxarı qayıtmayayım. Deməli, Y-ni tapmışdıq 7-yə. C-ni də tapmışdıq 5-ə. Sonra nə çıxarda bilərik biz buradan? Deməli, C-ni çıxarda bilərik. C eləsinə bir təpədir ki, tilin biri 3 tildədir, digər ikisi 2-sə 2 tildədir. Bunu da çıxarda bilərəm. Sonra nə bilim, bu tərəfə də gələ bilərəm. Nəysə, yəni hansından istəsəz yola çıxa bilərsiniz. Əla, C-yə baxaq onda. Deməli, C-nin birləşdiyi 3 tillinin birinin digər qolları 2 tilə birləşir. C-nin birləşdiyi. Məsəl üçün, bura 1-ə baxıram. İndi 1-in görürəm ki, bu ikisinin 2 tildədir. Bu 3 tildədir, C-nin özüdür. Bu da 2 tildədir. Deməli, 1-ə getdi nə? C. 1-ə də getdi C. Sonra C-nin birləşdiyi indi qolun biri Y-dirsə, digər qola nə qalacaq? A qalacaq. Bu da getdi A-ya, 4-ə. A-nın birləşdiyi B-dir. A-nın birləşdiyi B-dir. B-nin birləşdiyi D-dir.
D 6-ya da getdi. D 3-ə də qaldı nə? Bir dənə F. Bu qədər. A-dan C-yə deməli bizdə neçədir? 3-ə qalmışdı nə? F. A-dan C-yə deməli bizdə neçədir? A-dan C-yə, A-dan C-yə, A-dan C-yə 30. Sonra D-dən də G-yə. D-dən də C-yə. Bu da 8. Bunları da toplayanda 38. Cavabımız B variantı. Suallar biraz çətin görsənə bilər sizə, amma zaman-zaman sürətli şəkildə işləyib tapa bilərsiniz. Biraz artıq imtahana da vaxt az qalıbdır. Çalışıb test tutmalısınız söhbət. Deməli, elektron cədvəldən fraqment verilmişdir. D3 xanasındakı tutu C4 xanasına köçürüldükdən sonra C4 xanasının hansı qiymət alınır? B $2 vurulsun dollar B3-ə oxşuyur bu. Elədir hər halda ki. Elədir mi? B $2 vurulsun dollar B o birisi də 3-dür hər halda ki. Nəysə, hesablayaq hər halda ki bir cavab çıxar. Deməli, hara deyir bunu köçürt? C4 xanasına. Bura gəlməlidir. Bura gələndə sütun bunun 1 vahid azalacaq. Olacaq nə? Bərabərdir A. Dollar 2-ni dəyişməyə qoymur. Vurulsun. Burada onsuz da dollar var. Dollar B. 3-dəki aşağıya doğru düşüb də 1 sətr aşağıya doğru düşüb artım var. Bu da olacaq 4. Bizdən C4-ün xanasının qiymətini istəyirdi. A2. A2 neçədir? 20. B4 neçədir? 5000. Bunları nə edirik? Vururuq bir-birinə. Belə bir cavab yoxdur. Onda bura toplamadır. Hə, orada yəqin ki toplamadır da 5020 olacaq Y variantı. Mən oranı vurma gördüm. Toplamadır çox güman ki. Belə, keçdik 64-ə. Y1, Y4 diapazonuna uyğun aşağıdakı diaqramın qurulması üçün D1 xanasına hansı ədəd daxil edilməlidir? D1 xanasına hansı ədəd daxil edilməlidir? Müxtəlif cür baxa bilərik. Məsəl üçün, bu ikisinin cəmi mənə bunu verir. Buranı 2-yə vuranda bunu verəcək. Bunların hamısının cəmi burana verəcək və s. müxtəlif cür baxa bilərsiniz. Baxaq. Deməli, bu neçədir? B2 vurulsun D1. Düzdürmü? B2 bizdə neçədir? 4. 4-ü D1-ə vuranda 4x. Bölünsün nəyə? A1-ə. A1-ə nə yazıb? C1. C1 neçədir? 4-dür. Yəni, bölünsün 4-ə. Buradan bizə neçə çıxdı? X çıxdı. Deməli, Y1-in qiyməti oldu X. X-dirsə, burada 2Y1, burada 2X-dir. Burada baxanda onsuz da görürsünüz. Y1 buradır. Burada 50% 2 dəfə böyükdür 2x. Sonra digərlərində nə var? D1 bölünsün 2. D1 neçədir? X bölünsün 2. Bu birisi nədir? Çıxmadır hər halda ki. Çıxılsın A3. A3 nədir? A3 də 10. Düzdürmü? Beləsinə. Ondan sonra C5, 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 C5-i hesablamamışıq. C5-də nə deyir? A2 ilə A4-ün cəmi. A2 ilə A4-ün cəmi. Bu neçə? 50 o da 10, 60. 60 da buradaydı, burada 60 qaldı. Biz belə xanaları tapdıq. Xanaları tapdıq. Deməli, sonuncu xana məsələsində bununla bunu toplayaq, bərabər eləyək buna. Deməli, x bölünsün 2, çıxılsın 10, üstə gəlsin 60. Yəni, son 2 dənəni, bu 60, 15%-dir. 10%imiz də buydu. Bunları topladım. Bərabər edir 25%-ə, yəni birinci xanaya. O da bərabər edir, yəni nəyə? X-ə. Deməli, x bölünsün 2 üstə gəlsin 50 bərabərdir x-ə. Buradan x bölünsün 2 bərabərdir x minus 50. Bu da x bərabərdir 2x çıxılsın 100. Buradan da 100 bərabərdir x-ə. Düz hesapladım mı? Hə də 100 bərabərdir x-ə. Cavabımız nə olacaq? A variantı. 65. Çatdırma xidmətin verilənlər bazası 2 əlaqəli cədvəldən ibarətdir. Kuryerin N. Nərimanov küçəsinə çatdırılmalı olduğu məhsulların ümumi məbləği nə qədərdir? N. Nərimanov küçəsinə. Nəysə, baxaq. N. Nərimanov küçəsi haradır? Bura və bu. Başqası yoxdur ki, yox. Nə deyir? Əliyeva BV və Məmmədova ESA. Əliyeva BV, Məmmədova ESA.
Əliyeva, Bəyeva burada da var. Nəyin istəyirdi bizdən? Çatdırma bölməsində ümumi məbləği nə qədərdir? Ümumi deməli 100, 200, bu da 70. 370. Burada bir məsələ var. Yuxarıdakı cədvəl bunun cavabını mən 370-də deyə bilərəm. 300-də deyə bilərəm. Sonra 270-də deyə bilərəm. Bu üç cavabın üçünü də deyə bilərəm mən. Və gətirib üç cavabın üçündə variantı da qoyublar. Niyə deyə bilərəm? Çünki bax sifariş edən Əliyeva Bəyova düzdürmü? Burada da var. Düzdür bu xətaya veribdir, amma kim mənə deyə bilər ki, bu Əliyeva Bəyova ilə bu Əliyeva Bəyova eyni adam deyil? Yəni onu kim sübut edəcək bu cədvəlin içində? Sual səhvdir. Yəni bu aşağıda mən baxanda mən deyirəm ki, Nərimanova sifariş verən Əliyeva Bəyova budur. Ya bunun da qarşısında nəsə bir açar sahə olmalı idi. İmenli açar sahəyə uyğun olaraq hərəkət etməliydik, ya da ki, burada alınmır. İndi bunlar güya bunu ardıcıllıqla götürüblər. Ardıcıllıqla götürəndə çox güman ki, bu ikisini götürüblər, bu 300 eləyəcək. Çox güman ki. Amma iki cədvəlin bir-biri ilə bağlılığı yoxdur. Şərtdə nəsə deyirmi? İki əlaqəli cədvəldən ibarət. Əlaqəli deyir sözlə. Amma faktiki olaraq cədvəl əlaqəli deyil. Nəysə, bunlar yəqin ki, sıraya görə götürüblər bu ikisi. Burada da Əliyeva, Bəyova, bu da belə. 100, bu da 200, 300. D variantı. 99% B-sən deyiblər. Amma ən azından sifariş nömrələri burada da yazılmalı idi. Belə, 66 informasiyanın xassələrini müəyyən edin. Nə var bizdə burada? Aktuallıqdır, etibarlıqdır, bir də tamlıqdır. 3, 5, 6. D variantı. Kütləvilikdir, alqoritmdir, diskretlikdir, alqoritmdir, xəttlikdəki xassə deyil. Nə alqoritm deyil, nə informasiyan deyil. Sonra Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M bizdə neçədir? 18. If 18 cütdürmü? Bəli, o zaman S bərabər oldu neçə 2-yə? S bərabər oldu neçə 2-yə? Ondan sonra 18 3-ə bölünürmü? Bəli, S-in üstünə 3 də gəldi, oldu 5. Ondan sonra M 5-ə tam bölünürmü? 18, xeyr, keçirəm elfə. Burayla işimiz yoxdur, elfə gəlir. S, S-ə 5 almışıq, 5 4-ə tam bölünürmü? Xeyr, keçirəm elfə. S-in üstünə deyir 6 da gəl, 11 eləyəcəkdir, 5 idi, 6 da gəldi, 11 gəldi. Nə qaldı bizdə? Üstü qutardı da. Ən axırda da S-in üstünə M gəlir, 11 almışıq, üstünü deyim 18 gəlirik, 29. O da B variantı. Hər halda ki, düz yazıb amma. Proqramın nəticəsi hansı ifadənin qiyməti? Proqramın nəticəsinin, proqram icrası nəticəsində hansı ifadənin qiyməti hesablanır? Nəsə, baxaq görək hansını uyğun gəlir. Deməli, P bizdə nədir? 1, I də 1-dir. Əsas hesabımız aşağıda gedir. Deməli, 1 vurulsun 1. Aşağıda faktorialları görürəm, ona görə bunu açıq formada saxlayıram. Beynimi qarışdırmasın. 0 üstə gəlsin, K bölünsün, K bizdə 1-dir. 1 bölünsün, deməli 1 vurulsun 1, vurulsun neçə? I plus 1-ə. I neçə idi bizdə? 1, 1 plus 1, 2-yə. Baxın bu şəkildə. Çox güman ki, bu da faktorial olacaq. 1 faktorial. Nəysə, sonra K-nın işarəsi dəyişir, mənfi olacaq. Növbət dəfədə çıxılsın. Yenə deməli K bölünsün, 1 bölünsün. I-miz bizim neçə olubdur? Burada 2 almışdı. 1 vurulsun 1 vurulsun 2. Bəli, artıq gördüm faktorialdır. 2 faktorial. Əla, deməli 2 faktorial vurulsun 2 plus 1, bu da 3. 3 növbət dəfə deməli bu 3 olacaq. K-mız da bizim müsbət olacaq. Bu şəkildə gedir də. İndi bunlardan hansı da A variantı deyil, B variantı var, C variantı deyil, bu da deyil, bu da deyil. Cavabımız B variantı.
Həmişə çalışın bunlarda hesabat açıq saxlayın ki, görsənsin. İndi onsuz da ki, baxanda rahat idi, görsənirdi, yenə də hər ehtimala qarşı. Doğru ifadələri müəyyən edin. Monitor çıxış qurğusudur 1. Klaviatura həm giriş, həm də çıxış qurğusudur, xeyr. SSD xarici yaddaşdır, bəli. Prosesor nüvə sayı məhsuldarlığa təsir etmir, səhvdir, edir. RAM məlumatların uzun müddətli saxlanması üçün istifadə olunur, xeyr. Qısa müddətli yaddaşdır, bu da səhvdir. Əməliyyat sistemi sistem proqram təminatına aiddir, bu da doğrudur. Nəzəri sualdır, 1-3-6 A variantı. Yəni bu tip suallarda imtahanda vaxt qazanmanız bacardığınız qədər. Keçdik növbətiyə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. For range len s, yəni 3-ü qoydu bura, s-də 3 dənə element var. Sonra nə deyir? C-yə əlavə elə, insert elə. İninci mövqeyə, inin qiymətləri neçədir? 0, 1, 2-dir. Sən bir dənə C-ni bir tərəfdən yazaq. Əla. Deməli, C-nin elementləri nədir? 1, 1 və 1-dir. 0, 1, 2. İnin qiyməti 0, 1, 2-dir, çünki lens qoyub bura. Əla. İndi deyir ki, 0-cı mövqeyə, yəni əvvəlinə də, bax, insert əlavə indi necə əlavə edir? Yəni, mən deyirəmsə ki, 0-cı mövqeyə əlavə elə, 0-cı mövqeyə əlavə elədiyim hər nədirsə, buradakıları sıxışdıracaq sağa, özü 0-cı indeksdə dayanmağa çalışır. İndi görürük 0-cı mövqeyə nə əlavə edir? Deyir ki, S-də i-ninci, yəni 0-cı nədir? X. Vurulsun i plus 1-ə. Yəni 0 plus 1-ə 1-ə. Yəni x-də 1-ə vuranda elə 1-dən x eləyəcək. Yəni bu x-i atır bura. Və bunun indeksi 0 olur, bununki 1 olur, 2 olur, bununki də 3 olur bu şəkildə. İndi sonra nə iş görür? Sonra deyir ki, i-nin 0 qiyməti qutardı. 1 qiymətində. İndi birinci mövqeyə, yəni bunun yerinə bunları sıxacaq sağa. Nə əlavə edir? S-də birinci, yəni y-i 1 plus 1 2-yə vurur. 2 dənə y əlavə edir. Və yəqin ki, söhbət aydındır. X olacaq 0-da, birinci mövqeyə 2 dənə y düşəcək. Bu birlər də sağa yenə sıxışırlar. İndi bu dəfə ikinci mövqe olacaq da, çünki deməli 2 nə idi? Üçüncü mövqe olacaq. Özüm qarışdırdım. Nə üçüncü mövqe? 2 plus 1 Saç nəyə baxıram? Hə də, nəysə. İkinci mövqeyə əlavə edilir 2 plus 1, 3 dənə z-i. 3 dənə z-i. Deməli 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür. İndi burada da 3 dənə z gəlib düşəcək. Bura bunları sıxacaq sağa. X, Y, Z, 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 1, 1, 1. Və bunlar siyahının içində dayanıblar. Ayrı-ayrılıqda belə. Bu şəkildə. Hamısı ayrı-ayrılıqda. Ondan sonra nə deyir? Join ilə heç nə ilə birləşdiririk. Yəni sətrə çevirəcəyik. Heç nə ilə də birləşdirəndə, yəni hamısı birləşəcək, bir dənə sətr olacaq. O da B variantı. Məsələnin həll prosesinin sadə addımlar ardıcıllığı şəklində ifadə olunması alqoritmin hansı xassəsini əks etdirir? Yəni addımların ardıcıllığı, bir-birini gözləməsi, biri bitib digəri başlaması və s. bu kimi şeylər alqoritmin hansı xassəsidir? Diskretlik xassəsidir. Diqqətli olursunuz nəzəri suallarda. Sizin xeyrinizədir, yəni bonus kimi bir şeydir. Havayı baldır. Diqqətli niyə görə deyirəm? Həvəslənib tez yazıb səhv eləmir. HTML kodlarından hansında şəkil veb səhifədə əks olunmadıqda no image mətni görünür? Deyir ki, bizə alt atributu lazımdır. A variantında yoxdur, B-də yoxdur. Burada var, yeri səhvdir. Burada olmamalıdır. Ümumiyyətlə dırnağı falan səhv qoyulub. D variantında. D variantı tamamilə doğrudur. D variantı. Y variantında burada dırnağı yenə burada açıb da altdan qabağa açıb image-dən sonra bağlayıbdır. Olmaz. Atribut bərabərdir dırnaq no image sözü. Əvvəldəki hər şey qaydasındadır. Mətn redaktorunda deməli Data Science Tools ifadəsi yazıldı. Əməliyyatlardan sonra cəmi neçə söz alınır? Bu tip suallarda sözün sayını soruşursa, yəni uzun-uzadı siz yazıb bunu verdiyində sözləri bir yerə qeyd eləməyinizə falan ehtiyac yoxdur. Vaxtınız getməsin boş-boşuna. Sizdən sadəcə olaraq söz sayı istəyirlər. Onda nə edək? Bax deyək ki, bu ifadə seçilib, 2 dənə söz var da, yəni 2 dənə sözdən söhbət gedir. Seçildi və Ctrl+C kombinasiyası sıxıldı. Yəni kopyaladıq, götürdük. Əla. Endi sıxıblar. Yəni getdilər sətrin sonuna. 2 dəfə Ctrl+V sıxıblar. 2 dəfə Ctrl+V. İndi hal-hazırda orada 3 dənə söz var idi. 2 dəfə də Ctrl+V sıxanda mən 2 dənə söz kopyalamışam. Düzdür?
2 dənə fəth sıxanda neçəsi yapışacaq? Yəni 4 dənəsi. Bir dəfə yapışdırdım, bir dəfə də yapışdırdım. Neçə söz yapışdı? 4 dənə. 3 dənə də öncədən var idi. Oldu neçə dənə? 7 dənə. Aydındır. Yəni daha hara getdi, neynədi? Onlara fikir verib özünüzü yormayın. Yenə də hər sualda diqqətli olun təbii ki, amma bizdə söz sayı istəyir də axı. Bax, ikinci mərhələdə artıq mənim əlimdə 7 dənə söz var. Sonra tools'u seçdik, Ctrl-X vurduq. Yəni tools'u kəsdim, götürdümsə neçə söz qaldı? 6 dənə söz. Bütün mətn seçildi və Ctrl-C kombinasiyası sıxıldı. Bütün mətn, yəni 6 dənə sözü seçmişəm, kopyalamışam. Bu da getdi. Hələ ki elə 6 dənədir, yəni heç nə dəyişilməyib. Kopyalamışam sadəcə. Home sıxıldı. Home-da nə edəcək? Sətrin əvvəlinə gəldi və Ctrl-V sıxıldı. Sətrin əvvəlinə gəlir, təzədən bu 6 dənəni də yapışdırır sətrin əvvəlinə. 6 dənə elə var idi, 6 dənəsi də əvvəlinə yapışdı. Neçə dənə oldu? 12 dənə. Bu da B variantı. Zaman-zaman yavaş-yavaş sürətli gedərsiniz bu tip suallar. Nəinki bir kənara sözlər yazıb falan filan özünüzü yormayın. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan 20 ədəd daxil edilərsə, daxil etməmişsə hardadır, buradadır. Nəticəni soruşur. Sadəcə yəni ardıcıl olaraq icra edib işləyirsiniz. Başqa heç bir şey yoxdur. Deməli, getdik. Nə deyir? F2, F3 kiçikdirmi CK-dan, yəni C20-dən. Yəni görək bu C20-dən bizə nə gəlir? Bir ikisinə də gedək də. Bu yazı niyə yaxşı görsənmir? F3 kiçikdirmi C20-dən. Bir də bizdə i-ni çap edir, düzdürmü? Hə, başa düşdük. Nəysə. Deməli, bura gəlsəm. C-yə gəlsəm 20-yə. 3 vurduq 20, 60. O da üstünə 2 gəldi, 62. Return elədik, qaytardıq. 62 gəldi, dayandı burada. F3 62-dən kiçikdirmi? Baxaq görək F3 nə iş görür. F3-dən yuxarı qalxıram, görürəm ki, kvadratını qaytarır da. Yəni 3-3-ə vurur, 9 qaytarır. Və hər dəfə də i1 vahid artır. Yəni bu dəfə 9-u gətiribdi bu. Gələn dəfə 4-ün kvadratını gətirəcək. I-nin üstünə 1 gələrsən, F4 ilə gedəsən sən yuxarı. O da 4-ün kvadratı 16. 16 hər halda 62-dən kiçikdir. Amma bura dəyişmir. Yəni 62 olduğu kimi qalır. Sonra 5-in kvadratı gələcək 25, 6-ın kvadratı gələcək 36, 7-nin kvadratı 49, 8-in kvadratı gələcək 64. Düzdür? Bunlar gəlir. İndi bizdən nə istəyirdi? I-nin qiymətini. Bu şərt sizdə neçə dəfə doğru oldu? Bax, bunda və bir də bunda doğru oldu. 64 artıq 62-dən kiçikdirmi? Deyirsiniz, yox. 5 dəfə şərtimiz doğru oldu. 5 dəfə doğru olubsa, bura 5 dəfə işləyibdir. Hər dəfə üstünə 1 gələndə, yəni 5 olubdur. Əvvəldəki qiymət də 3-dür. Toplayanda 8 eləmiş olur. Keçək növbəti. Aksis sualları əvvəllər xoşuma gəlirdi verilənlər bazasının sualları. İndi nəsə bunları da çürükçü eləyirlər. Variantların hamısı gözəl fraqmenti verilmişdi. Hə, baxaq. Deməli, nəysə, deyir ki, cədvəl sorğu tətbiq edildikdən sonra nəticədə aşağıdakı cədvəl alınmışdır. Birinci cədvələ tətbiq edilən sorğunu müəyyən edin. Bunun yəni yol yoxdur da. Özünüzdən durub sorğu yazıb vaxtınızı uzadasınız ki, müxtəlif sorğularla siz bunu ala bilərsiniz çünki. Ona görə variantla işləyirik. Baxaq görək birinci bizə A variantı hansı aidiləri çıxardır. Deyir ki, M-dən sonra nə olur olsun soyadda. Deməli, M, yuxarıya baxıram, Məmmədovdur, 4 ilə 7. 4 və 7-dən çıxardır. Or, balı da 72-dən kiçik bərabər. 72-dən kiçik bərabər. Budur və budur. Belə deyək, 3-dən başqa hamısı da onda. Deməli, 1, 2, 4-ü yazmışıq, artıq yazmırıq. 5, 6, 7-dən artıq yazmışıq, yazmırıq. Deməli, A variantı bu aidiləri çıxardır. Bura gəlib baxsam, görək həmin aidilər. 1 var, 2 var. 5 yoxdur, baxan kimi görürsən. Deməli, A variantı getdir. A variantı bizlikdir. B variantı soyadı M-lə başlasın, yenə deməli 4 və 7. Bir də soyadı H-la başlayanlar. Bu da bir dənə 1-də Hüseynov. Bu da deyil. B variantı getdi. C variantı. Balı deməli 30-dan böyük bərabər, 72-dən kiçik bərabər. Budur, bir də budur. 2-dən başqa hamısı. Burada da yenə deməli 5 bayaqların A variantında bu nəticə çıxmışdı. 5 artıq idi, bildik. Bu da olmaz. Çünki bizdə çıxan nəticələrin içində 5 yoxdur. Əla. D variantı. 30-dan böyük kəsişsin 40-dan kiçiklə balı.
Balı 30-dan böyük bərabər daha doğrusu, 40-dan da kiçik olsun. Məncə hamısı yerindədir. Deməli 2, 4, 6, bir də 7. Birləşdirik, adı K ilə başlayın. Yəni Kamrandır. Bu da 1. Deməli 1, 2, 4, 6, 7. 1, 2, 4, 6, 7. Cavabımız nə olacaq? D variantı. Python dilində yazılmış proqramın yerinə yetirilməsi nəticəsində 26.0 çap olunubsa, orada bölməmiz bir xətti bölmədi, ona görə yəni rəsmi qeyd olunubdur. Özünüzü yormağa dəyməz, yəni elə şeyə diqqət edib. Faktiki olaraq yəni bu sualdır. Birbaşa olaraq hesablayaq ki, yəni bu bölməyə görə sonda nəticə 26.0 çıxacaq. Buradan gedək də ardıcıl şəkildə. Klaviaturada daxil olunan ədəd istəyirsə, deməli y-in qiyməti nədir? X minus 8-dir. Gətirək burada yazıq yerinə. X nə olacaq? X bərabərdir. Y-i də yazıq yuxarıdan, mənə çaşdırmasın. Y bərabərdir X minus 8. X bərabərdir. Demək 2X minus 16 çıxılsın. X bölünsün 2. Təzədən təzə y-imiz bizim bərabərdir neçəyə? Gətirək X-i qoyaq yerinə də. Deyəcək neçə? 2X minus 16 çıxılsın. X bölünsün 2, üstə gəlsin X minus 8. Belə. İndi bizim y-imiz neçə olub da bizim? 26.0, elə birbaşa 26 yazıram. 26 bərabərdir. Nəsə də bu qiymətə. Buradan da 16 ilə 8-i bu tərəfə keçsək, olacaq neçə? 26-nın üstünə 24 gələndə 50. 50 bərabərdir. 2x elədi 3x çıxılsın, x bölünsün 2-yə. Belə, 16 ilə 8 yəni keçdiniz bu tərəfə, y onsuz da siz axırda deyib ki 26-dır, yəni bura 26 idi. Elədi 50, 2x-dən də x-imiz elədi 3x çıxılsın, x bölünsün 2. Buradan da x tapaq da, vəsə. O deyəcək, deməli 50 bərabərdir 3x minus x bölünsün 2-yə. Səhv yazdım. Ortaq məxrəci gətirək də, nə yazıram təzədən aynı şey. Deməli 50 bərabərdir. Ortaq məxrəci gətirsək neçə edəcək? 2-də 2 dəfə 3 6x çıxılsın x-ə. Buradan da 100 bərabərdir 6x çıxılsın 8-ə. Nədə neçə edəcək? 8 nə idi yazdım? Hayır, 8 nə idi? X. Buradan da 100 bərabərdir nəyə? 5x-ə. O da 20 bərabərdir x-ə. A, cavabımız nə olacaq? A variantı. Keçdik 77-ci suala. 126-nın kvadratı üstə gəlsin 65-in kvadratı vurulsun 2 üstündə 9-a. 126-nı yazaq 128 minus 2 kimi. Deməli 2 üstündə 7 çıxılsın 2. Kvadratı üstə gəlsin. 65-i də yazaq 2 üstündə 6 plus 1 kimi. Vurulsun 2 üstündə 9-a. Müxtəsər və modüstü ilə açsaq, deməli 2 üstündə 14 çıxılsın 2 üstündə 9 üstə gəlsin 2 üstündə 2. Üstə gəlsin ikinci tərəf açsaq 2 üstündə 12 üstə gəlsin 2 üstündə 7 üstə gəlsin 1. Düzdürmü? İndi bu da siz 2 üstü 9-a vuranda belə deyil. Altdan yazaq. Bunlar neçə ellər? 2 üstündə 21 üstə gəlsin. 2 üstündə 16 üstə gəlsin. 2 üstündə 9. Belə oldu da 2 üstü yəni 14 çıxılsın. 2 üstü 9 üstə gəlsin. 2 üstü 2 üstə gəlsin belə. Buradan deməli 2 üstü 9-ların mənim getsə nə qaldı məndə? 2 üstündə 14 üstə gəlsin 2 üstündə 2, üstə gəlsin 2 üstündə 21, üstə gəlsin 2 üstündə 16. Bunları da 16-lıq sayı sistemində ifadə eləmək üçün başlayaq 2 üstü 4 kimi göstərək. Deməli, vuracaq neçə? 3-ə, vurulsun orada 2 üstündə 2-yə, üstə gəlsin. Bu elə 4-dür.
4 vurulsun 16 üstündə 0 üstə gəlsin. 2 üstündə 4 üstündə 5. Bir də 2 üstündə 1'ə vuraq 21 düzəlsin. Bu da 2 üstündə 4 üstündə elə 4. Təzədən bu tərəfdə yazıram. 2 üstündə 2 neçə verir? 4 vurulsun 16 üstündə 3 üstə gəlsin. 4 vurulsun 16 üstündə 0 üstə gəlsin. 2 vurulsun 16 üstündə 5 üstə gəlsin. 1 vurulsun 16 üstündə 4. Burada nə var? 16 üstü 5-dən 2 dənə. 16 üstü 4-dən 1 dənə. 16 üstü 3-dən 4 dənə. 16 üstü 2 yoxdur. 16 üstü 1 yoxdur. 16 üstü 0-dan da 4 dənə. 21 4004. Burada hansıdır? B variantı. Keçdik növbəti. Proqramın icrası nəticəsində 5 ədədinin çapa verilməsi üçün n dəyişəninin daxil edilə biləcək ən kiçik natural qiymətini müəyyən edin. Deməli 5 çap edibsə bu, k burada 2-dirsə, burada 1 artıb axırda 5 çap edibsə dövr neçə dəfə işləyibdir? 3 dəfə işlədiyini görürsüz də, yəni 2-nin üstünə gələrsiz 5 alasınız 3 dəfə. Deməli 3 rəqəmli ədəddən söhbət gedir. Da indi bunu bir də xırdalamaq istəmirəm. Altlıq say sistemindən söhbət getdiyini artıq görürsüz. Belə deyək də bizə ən kiçik istədiyinə görə ən böyüyü də taparıq indi. Bu şərti ödəmək üçün ən kiçik neçə verəcəm bura? Qalıq 3 verməliyəm də, düzdürmü? İndi ən kiçik olması üçün 3 dəfə də dövr 3 dənə 3 altlıq say sistemində. Ən böyük də istəsək 3 dənə 5 olacaq da, yəni bu şərti ödəyəcək. Altlıq say sistemində. Bunları sadəcə olaraq keçirdiniz sonluğa. Bu sizin ən balacanızdır, bu da sizin ən böyüyünüz. Heç nə, bizdən nə istəyir? Ən kiçiyi. İndi bunu keçirdərsiniz, nə edirsə özünüz taparsınız. Bunu da keçirdək də. 3, 3, 6, 0, 1, 2. 3 vurulsun 6 üstü 2 üstə gəlsin. 3 vurulsun 6 üstü 1 üstə gəlsin. 3 vurulsun 6 üstü 0. 3'ü 36'ya vurandan neçə eləyir? 90 da 108 də düzdürmü? 108 üstə gəlsin. 18 üstə gəlsin, bu da 3. Bu da neçə eləyəcək? 129. Mənim riyaziyyatım yoxdur, ona görə səhvlər eləyə bilərik. Oldu neçə? 129 B variantı. İndi bunu da keçidər sonluğa nə alınırsa, deməli 6 üstündə 2 üstə gəlsin 5 vurulsun 6 üstündə 1 üstə gəlsin 5 vurulsun 6 üstündə 0. Neçə eləyəcək? 30, 35 burayla bir yerdə. 5'i də 36'ya vuranda 100, 180 də 180. 180'in üstünə 35 gələn neçə eləyir? 215. 215'dən böyüyünü soruşsaydı. Nəysə. Nə deyirdim? Mənim riyaziyyatım yoxdur. Burada cavab B variantı oldu. Daha çox qarışdırdım. Bu böyük falan sizə lazım deyildi. Belə. Uzun-uzadı öz-özünüzü yorub hesablamayın. Kommentdə dünənəm deməli dimin testini paylaşmışam. Bir nəfər heç bilinmir kimdir, nəçidir. Bu necə izahdır? Səhvlər, bütün suallar səhv-səhv. Yəni kommentdə doğrudan da səhvi görüb sualı nömrəsi ilə qeyd edən insanlar var da. Həqiqətən yəni halal olsun da, diqqətləri üçün həmişə təşəkkür bildirmişəm. Bu davamlı bu sualların içində diqqətdən yayınır, nəsə eləyirik, ola bilər səhvlər. Və qayıdırıq düzəldirik və burada səhv olub üzrlüsən. Amma konkret olaraq gəlib orada güya şou göstərmək, nə bilim, bilmirəm nəyə lazımdır, kim üçün lazımdır, orasını bilmirəm. Sualda səhvi görmüsən, nömrəsini qeyd et. Vəssalam. Biz də baxaq səhvsə, üzr xahlığımızı bildirək ki, insanlıq ağlama yerində ola bilər. Bizə də səhv bildirdiyin üçün sənə də təşəkkürümüzü bildirək. Və gəlib showmenlik eləmək lazımdır. Deməli, cəmini hesablanan alqoritm blok sxemində sual işarəsinin yerində hansı şərt olmalıdır? Baxaq, rombun içərisini soruşur bizdən. Baxırsınız ki, siz yuxarıda hesaba axırıncı dəfə bu 49'u da cəmləyibdir. Deməli, biz elə bir şərt seçməliyik ki, sonuncu dəfə 49'u cəmləyə bilək. Sonra bura baxaq. Ola bilər ki, addım qabaqda olar, cəm sonra olar. Burada görürsünüz ki, cəm elə qabaqdadır. Deməli, mən daxil olan kimi 49'u artıq toplamalıyam. Aydındır, girən kimi toplamalıyam. 2 növbəti addımda artıq dövrüm pozulacaq. Pozulmalıyam məcburam da 49'dan artıq heç nə hesablamayım. Onda o zaman bura biz nə yazacağıq? İ'miz kiçik bərabər olmalıdır nədən? 49'dan. Yəni indi variantlara uyğun olaraq deyildi.
Vəssalam, bu da oradan olacaq A variantı. Amma dediyim kimi addım yerlərinə falan onlara diqqət edin. 80-ci sual. Deməli, x, y, z test 8-lik say sistemində verilmişdir. Müqayisələrini göstəribdir. Şərtini ödəyən 4 rəqəmli ədəddir. X verilmiş say sistemin tək rəqəmidir. Hələ ki gözləsin, çünki dəqiq fikir deyə bilməyəcəm. Y verilmiş say sistemin ən kiçik rəqəmidir. Onda y olacaq 0. Yəni biz ədədi də buradan yazacaq. X, y, z, t. Y-ə tapdıq 0. Bu getdi. Z verilmiş say sisteminin ən böyük sadə ədədidir. Olacaq neçə? 7. Z-in yerində 7. Sonra bu da getdi. T verilmiş say sistemində 4-ə bərabərdir. T də 4. Burada t-ni 4 qoysaq, təzədən x-ə qayıdaq. Tək rəqəmdirsə, bu araya düşəcək nə? 5. 4-də 5. 8-lik say sistemində. Bunu nə edə çevir? 16-lığa. 16-lığa çevirək də bunu. Deməli, 5-in yerində dayanacaq 4, 2, 1 qaydasından 1, 0, 1. 0-ın yerində 3 dənə 0, 7-nin yerində 3 dənə 1, 4-ün yerində 1, 0, 0. Bu ikilik say sisteminə keçirdik həmin bu ədədi. İndi bunu da keçirməliyik 16-lığa. 4, 4 ayıracaq. Vəssalam. 8, 4, 2, 1 qaydası ilə 8-dən 2-yə düşür 1-lər. 10 eləyəcək, yəni A. 2 ilə 1-ə bura 3 düşəcək. Burada da 8 ilə 4-ə 12, o da C. 6, 3, o da C, Y variantı. Cədvəldə axtarış sistemində verilmiş sorğular yorulduq elə istidə sual izah edirlər. Deməli, 3 dənə printer, skaner, bir dənə var plotter. Bizdən haranı istəyib, bir dənə oranı qeyd edeyim. Printer and plotter. Printer and plotter. Buran. Bura nə tapsaq, onu da götürəcək. Çünki mən yorulanda diqqətsizlik səhvləri edə bilirəm. Ona görə öncədən salamat qeyd edək. Burada problem yaranmasın. Deməli, printer and scanner 3-ün kəsişməsi nə qədərdir? 50. 3-ün kəsişməsi deməli bizdə 50-dir. Printer and scanner 200-dür. Printer and scanner 200-dürsə, bura qalacaq neçə? 150. Deməli, sonra bizə nə veribdir? Printer and scanner, bu ikisinin kəsişməsi, yəni bura, birləşsin printer and plotterlə. Köhnə xətt sileyim. Yəni, bu ikisinin kəsişməsi birləşsin printer and plotterlə bu ikisinin kəsişməsi ilə. Buradan da bizə neçə veribdir? 600 verib. 600-dürsə o zaman, bu deməli ikisinin cəmi 200-dür. Bura qalacaq neçə? 400. Vəssalam. 400, bizdən də yaşıl hissəni istəyirdi. 400 plus 50, o da 450. Sezar şifrinin əsas prinsipi hansıdır? Hər simvol sabit sayda mövqeydəki simvolla əvəz edilir. Yalnız sabit hərflər şifrələnir getsin. Hər simvol kodu əvəz edilir. Hər simvol sabit sayda. Hər simvol onun A variantı. Axıra kimi niyə oxudum? Çünki bu yaxınlarda özləri vəsaitdə yazıblar, bəli, sabit sayda. Amma model suala baxmışdım abituriyent jurnalında. Orada sabit sayla heç dəyişmirdi niyəsə. Nəsə vaxt olsa, axıt olsa onu çəkib yerləşdirərəm. Baxarsınız. Yəni kitabda dediklərinin özləri əksinə gediblər. O mənə çatmadı. A variantı. 16 üstündə 1 plus 2x. 16-nı yazacaq 2 üstündə 4 üstü 1 plus 2x. Byte-lansa buranı da byte-a çevirərik. 2 üstündə 6 vurulsun. Gigabyte-dan byte-a keçəndən çevirəcək 2 üstündə 30-a. Neçə edəcək? 2 üstündə 4 üstə gəlsin 8x bərabərdir 2 üstündə 36. Buradan da 8. Buradan da 4 plus 8x bərabərdir 36. 8x bərabərdir 32. X də bərabərdir 4-ə. Cavabınız olacaq 4. 12 səhifəlik sənədin böyük hesablamadır. Deməli, 12 səhifəlik sənədin ilk səhifəsində ölçüsü nəqsə bu qədər olan şəkil var, qalan səhifələrində bu qədər olan mətn var. 8 belə sənəd 4 MB boş sahəsi olan diskə yazılarsa, diskdə qalan boş sahənin həcmini kilobaytla müəyyən edin.
Əsasında oxuturaq eləcək hesablamayı. Deməli, özdə klaster məsələsidir, ayrı-ayrılıqda hesablayacağıq. Deməli, şəklimiz bir dənədir, onsuz da şəkil. 2 üstü 8 vurulsun. 2 üstündə 9. 256 rəng çalarıdsa, yəni 8 bitdən söhbət gedir. 2 üstündə 3-ə vuracam. Bunda gəlin kilobayta çevirək. 2 üstü 13-ə bölsək, eləyəcək bu neçə? 2 üstündə 7 kilobayt. 128 kilobayt mənim şəklim. Dursun burada. Sonra mətnə baxaq. Qalan səhifələrin hər birində, yəni ki 11 dənə səhifəm qalıb. Vurulsun. 4096 simvol olmaqla, yəni ümumi simvol sayını yenə veriblər. 212 vurulsun 512 simvol əlifbada kodlaşdırılıbsa, yəni neçəyə vuracağıq? 9 bitə. Bunları həmişə yazın ki, diqqətinizdən ala bilər deyə qaçar. Çünki bəzən adam, mən 90% həmişə bitmən gedirəm. Birdən olur bayta gedəndə səhv edirəm də çevirmələr. Heç olmasa gözünüzün qabağında olsun. Bunu da 213-ə böləndə, bundan bu getsə aşağıda 2 qalacaq. 99-u da 2-yə böləndə neçə edir? 49.5. 49.5 kilobaytdan mənim mətnimdir. Mətnim, əla. İndi bunun ikisi bir yerdə nə qədər edir? 128 üstə gəlsin 49.5. Eləyəcək 9, 8, 7, o da 7, 177.5. 177.5 mənim bir dənə faylimin da beləsinə deyək, faylimin həcmidir. Bir dənə faylimin həcmidir. Hələ biz baxaq görək bir dənə bu fayl diskdə nə qədər yer tutur. Çünki hər bir fayl özü ayrı-ayrılıqda hesablanmalıdır. Klaster məsələsi. İndi onu da 4-ə böləndə neçə edir? 4-də mən kalkulyatora qaçacam. 177.5 təxmini görsənir. 180 eləyəcək yəqin ki. Bölünsün 4-ə. 44 dəfə, deməli mənə 45 dənə klaster lazımdır. 45-i də vuranda 4-ə 180 eləyəcək, hə. 180 eləyəcək. Deməli 177.5 böldük biz neçəyə? Klasterimizin həcminə 4-ə. Bu da bərabər elədi bizdə 44 tam neçəsə, deməli 44 dənə klaster mənə bəs eləmir. 45 dənə klaster lazımdır. 45-i də təzədən klasterin öz həcminə vuranda bizdə neçə eləyəcək? 180. Deməli, mənim bir dənə faylim 180 kilobayt diskdə yer tutur, bir dənəsi. İndi məndə də neçə dənə deyir ki, 8 dənə belə fayl. 8 də vurulsun 180. İndi bu neçə edir? $1440. Nəysə, abituriyentlər mənə fikir verməsinlər. Sizin hər halda ki, hesablamanız bizdən sürətli olmalıdır. İmtihana gedirsiniz. Gəldik, 144 kilobayt mənim 8 dənəmin həcmidir. İndi diskdə nə qədər yer var? 4 megabayt. 4 megabaytında 4096 kilobayt. Bundan da bizdən nə istəyir? Boş qalan həcmi. Bundan da çıxsam 1440-a. Bu da neçə edəcək? 6, 5, 6, bu da 2656 kilobayt. Haradasa yenə hesab səhv eləmədimsə belə. Keçək növbəti suala. N dəyişən hansı ən kiçik natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 16 olar. Deməli, 16 bura çıxıbsa, bizdə 512 idi, 2-yə bölə-bölə 16 çıxıb. Yəni 2 üstündə 9-u mən 2-yə neçə dəfə böləcəm ki, 16 alacam. Yəni 2 üstündə 4. Bu da 2 üstündə x bərabərdir. 2 üstündə 9 bölünsün 2 üstü 4. Bu da bərabərdir 2 üstündə 5. Deməli, 2 üstü x bərabərdir 2 üstündə 5-ə. X də bərabər oldu neçə? 5-ə. Tapdıq ki, 5 dəfə işləyib burada. Bununla işimiz bitdi. 5 dəfə 3-üm 15. 5 dəfə 3-üm də 12. Yoxa getdiyimiz budur. Sonuncu dəfə həyə getdiyimizdə budur. Yəni 5 dəfədən sonra bitirik, amma sonuncu dəfə həyə gələn 4-cü dövr. O zaman deyirəm ki, n çıxılsın 15. Yoxa getmək üçün 10-dan kiçik bərabər olmalıyam. N çıxılsın 12. Sonuncu dəfə həyə də girmək üçün 10-dan böyük olmalı. Buradan n kiçikdir, bərabərdir 25. N də bərabərdir 25-ə. Buradan da n böyükdür 22-dən. N də bərabərdir 23. Ən kiçik bu, ən böyük də bu. Bizdən də ən kiçik istəyirdi. Cavabımız olacaq neçə? 23. Elvin mətn faylını ASCII-də
Nigar isə Unicode-da kodlaşdırılmışdır. Unicode-da kodlaşdırılmış mətn 4 kilobayt daha çox yer tutur. Bu mətn faylındakı simvolların sayını müəyyən edin. 4 kilobayt daha çox yer tutursa, e, belə deyək də, Elvinin də faylı 4 kilobayt. Nigarınki də 4 kilobayt. 4 kilobayt nə idi? Elvininki 4 kilobayt. Mətni, bununki 8 kilobayt. Çünki bu bundan 4 kilobayt daha çox yer tutur da. İndi Elvinin faylı 4 kilobaytsa, bizdən də simvolların sayını istəyirsə, kilobaytdan sadəcə bayta keçir. Vurursunuz 2 üstünə 2, 10-a. Bərabər 2 üstünə 12, o da neçə edəcək? 4096 dənə simvol. Çünki ASCII-də da onsuz bir simvol 1 baytda, yəni sən bayta keçsin, elə ASCII-də də bu bir simvolunda 1 bayt. Elədir 4096. Uyğunluğu müəyyən edin. Sistem proqram təminatı driverlər A, sonra nə var? Antiviruslar D, tətbiqi proqram B, nəşriyyat Y, proqramlaşdırma alətləri, bir dənə interpretator var, burada C. A, D, B, Y, o birisi də C. X ədədi üçün ifadəsini hesaplayan alqoritm blok sxemini qurun. X ədədi üçün X-i biz daxil edəcəyik, düzdür? Başlanğıc və sonu mən yazmıram. Heç imtahanda da yazsaz da olar, yazmasaz da olar. Deməli, sonra bizə nələr lazımdır? P lazımdır. P-də vurma əməliyyatı gedir. P bərabərdir 1. Sonra mənə lazımdır. İşarəni dəyişmək üçün həmişə kimi K verək. Birinci müsbətdir. K bərabərdir 1. Bir də I lazımdır. I də bərabərdir 1. Belə. İndi deyirəm ki, sonuncu dəfə neçəni hesablayıb da 59-u. I-dən qiymətləri biz alarıq. X bərabərdir 59. 59-u götürüb düşən kimi dövrümüzə. Deməli, P bərabər olsun, P vurulsun. Bizdə nə idi? I-dən alacaq da, düzdürmü qiymətlərimizi? I üstə gəlsin K, vurulsun nəyə? X üstündə I-yə. Burada bəzən uşaqlar beləsinə yazır. X nə bilim, Excel-dəki kimi beləsinə, nə bilim, X vurma I yazırlar. Yəni ehtiyac yoxdur da, bu blok sxemdir. İstəyirsiniz bölməni belə yazın, qüvvəti öz üstündə yazın, necə yazırsınız yazın. Bunun heç bir önəmi yoxdur. Konkret sintaksi yoxdur ki. Mötərizəni biraz balacayıq. I-ni çox yuxarı yazdım. Nəsə də belə bir şey. Bu da belə. Növbəti dəfə üçün K-mızı biz dəyişək. K bərabərdir. Deməli, mənfi K. Bizə nə lazımdır? Dövrü idarə etmək üçün i-ni də dəyişməliyik. I bərabərdir. I plus. I-ni necə dəyişək? Görürsünüz ki, 1-dən keçibdi 3-ə, 3-dən 5-ə keçibdi. 2 addım artım var da hər dəfəsində. I-ni də 2 addım artır. İşte bu qədər. Dövrümüz də bitəndən sonra nəyə çap edəcəyik? P-ni. Keçdik növbətiyə. 89. N natural ədədi və ən az 2 rəqəmli n natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Siyahının ilk və son rəqəmləri cəmi tək olan elementlərinin indekslərindən ibarət yeni siyahı tərtib edən proqramı Python dilində yazın. Yəni Python açın. Burada nəsə bir cümlədə problem var. N natural ədədi ən az 2 rəqəmli n sayda demək istəyib hər halda ki, natural ədəddən ibarət siyahının elementləri n sayda ədəd yığacam siyahıya, təzədən həmin siyahıdan da elementlərin bir-bir yoxlayacam. İlk və son rəqəmlərini cəmləyəcəm. Tək olarsa, həmin onların indekslərindən ibarət yeni siyahı yığacam. Yəni, hansı ki elementlərin ilk və son rəqəmlərinin cəmi tək olacaq, onların indekslərindən ibarət yeni bir siyahı yığacam. Əla, bir dənə açaq. Neçə dəqiqədir biz buradayıq? Hava da istidir artıq. Nəfəsim kəsildi. 49.
Demək, n bərabərdə həmişəki kimi int inputumuzu verək. Bu bizim sayımız. Sonra siyahıya ədədlər yazacağım. Bir dənə B bərabərdir boş siyahı. For in range n. Birbaşa siyahıya yığaq. B nöqtə append. İçəridə yazıram elə input. Ədəd kimi verməyə ehtiyac var. Aşağıda indeksinə müraciət edəcəm mən onlara. Ona görə sətr tipini də verirəm. Все, bunu yığdıq. Bunu yığdıq. Yığandan sonra indi aşağıda yeni bir siyahı lazımdır mənə ki, o yeni bir siyahının içərisinə təzədən indeksləri yığacam da. Mənə deyir ki, yeni bir siyahı tərtib edin. Əla, for j in range. Deməli, len b. Deməli, if əgər birbaşa nətələyək. Deməli, B-də j-ninci nədir? Bax, B-də j-ninci nədir? Tutalım ki, siyahının içərisində ədədlər var. Deyirəm 45. 45. Məsəl üçün 45, sətirdə 45-də. B-də j. Budur. Təzədən bunun da sıfırıncısı üstə gəlsin. Bir dənə də yazacağım ki, B-də j-nincinin mənfi birincisi. Bu şəkildə. Bunları toplayacağım, yoxlayacağım. Belə, onda deyək ki, int, çünki sətr tipini də yığmışam axı onların hamısını. Int B-də j və həmin o j-də də sıfırıncı. Çünki j ədədi götürdü. Həmin ədəddə də sıfırıncını istəyirəm. Üstə gəlsin. Bir dənə də bu B-də mənfi birinci. Belə. İndi bunları nə etməliyəm? Nəyin deyir yoxla, tək olsun. Onda biz bir dənə bunda ümumi mötərizə alaq. Çünki burada hesablamada səhv olacaq. Faiz işarəsi 2 bərabərdirmi 1. Təkliyini deyirdi də, düzdürmü? Hə. O zaman C siyahısına əlavə edənə C nöqtə append indekslərini, yəni ki, elə J-lər. J-lər də onun indeksləri. Bunu mən nətələyim görsənsin. Nəfsə. Print C. Yəni, çalışdıraq. Biz buna nə verək? Məsəl üçün də 4 dənəsi bəsdir. 56, 78, 31, 23. Məsəl üçün 56, 11-dir, 0-ı çıxardım. 78 gəldi. 15-dir, mənə çıxartdım neçəni? 1-i. Bu 4-dür, 2-ni çıxartmır. Bu 5-dir, 3-ü də çıxardım. 3-cü indeksdə olan. Belə. Keçək növbətiyə görə o birisi nədir? Demin dünənlərin suallarını izah edəndə, yəni baxdım, orada çox rahat idi. İmtahan da inşallah gərəsinə düşər. Hamınız üçün yaxşı olar. Yazarsınız. Yəni OTK-ya baxanda nisbətən çox rahat idi. Klaviaturadan informatika sözü ilə başlayan və aralarında bir boşluq olmaqla sətr daxil edilir. Sözlərdəki A hərflərinin sayını sözlərin sətirdə düzlüyü ardıcıllıqla yanaşı yazdıqda alınan ədədi çapa verən proqramın Python dilində yazın. Yəni belə deyək də, informatikada var 2 dənə A hərfi, müasirdə 1 dənədir, elmdə yoxdur. 2, 1, 0. Yenə informatikada var 2 dənə, bilməkdə yoxdur, vacib dildə 1 dənə var, 2, 0, 1. Bu şəkildə çıxmalıdır. Bu daha rahatdır da, yəni bayaqkindən də rahatdır. N bərabərdir input. Sətr daxil edəcəyik. Ədədləri birləşdirmək üçün bir dənə boş sətr verirəm. Biz sözləri ayıraq. Ayrı-ayrılıqda yığaq siyahıya. N bərabərdir n nöqtə split. Özü boşluqdan ayıracaq. Bunu məsləhətdir ki, imtahanda da burada özünüz belə əlinizdən yazmayın. Boşluğu özünüz verməyin. Beləcə qalsın. Çünki orada fərqi var onun. Bu şəkildə yazanda elə ki, boşluq sizdə məsafə nə qədər çox olsa da, atırımda tutaq ki, burada bu qədər boşluq var. Bunu bir dənə boşluq olaraq kəsir atır. Belə olanda. Siz dırnaqda yazanda hər bir boşluğa görə kəsir yatacaq. Burada neçədən 5 dənə boşluq varsa, 5 dənə kəsir yatır.
Aydındır. Ona görə bu şəkildə yazın həmişə. İndi baxır da sizdən nə istəyir? For in birbaşa müraciət edirik enə. Çünki informatika sözü müasir və elmdir sözü dayanıb var orada hamısı. Sizi gözləyirlər ki, yoxlayasınız. Deyirsən ki, n bərabərdir məsəl üçün. i.count A-ların saylarını istəyir də, A-ların sayları. Vəssalam. Hə, onu da B-də birləşdirək də. B bərabərdir B plus eşitdir A. A nə idi? M. Ən axırda nəyi çap edəcəyik? B-ni. Məsəl üçün, informatika müasir elmdir. Belə, izlədiyiniz üçün təşəkkürlər, fikirlərinizi yazmalı, videomu bəyənməyi unutmayın. Ümid edirəm ki, hamınızın nəticələri yaxşı olubdur. İnşallah imtahanda da daha da yaxşı olar. 30-30 yazarsınız. Hələlik.